Hər dəfə oğlanlarıma demişəm ki, günün birində əgər mən ölsəm belə və siz də ürəyinizdə İslamla böyüsəniz, siz məni ən xoşbəxt ata edərsiniz. Mənim vecimə də deyil, siz küçədə mi qalarsınız? Zibil qablarından mı yeyərsiniz? Bunların heç birinin mənim üçün əhəmiyyəti yoxdur. Mənim üçün əsl vacib olan sizin ürəyinizdə İslamla yaşayıb, son nəfəsinizdə də la ilahə illallahla ölmənizdir. Bax, o zaman mən xoşbəxtlərdən olacağam. Yox, əgər siz İslamı tərk etsəniz, 10 yaşlı oğluma dedim, əgər sən İslamı tərk etsən, mənim vecimə də olmayacaq. Sən dahi alim də olsan, Marsa uçsan, prezident olsan, nə bilim, milyonlara sahib olsan, kim olursan ol, insanların gözündə necə böyük bir adam olsan belə, mənim gözümdə məğlub olmuş biri olacaqsan. Əslində sən uduzdun və heç nəyin də yoxdur sənin. Çünki İslamla sənin hər şeyin var, lap heç nəyin olmasa belə. Amma İslamsız sənin heç nəyin yoxdur, lap bütün dünyaya sahib olsan belə.